Birinci siniflərin məktəb və müəllim seçimi başlayır. Prosesə bugün saat 15:00-dan start veriləcək. Seçim Azərbaycan bölməsi üzrə ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. 2025-2026-cı tədris ili üzrə birinci sinifə şagirdlərin elektron qeydiyyatı prosesi çərçivəsində məktəbəqəbul.edu.az portalında texniki sabitliyin və fasiləsizliyin təmin olunması məqsədi ilə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinin vaxtı dəyişdirilib. Belə ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-sı saat 15:00-da aktivləşəcək. Əgər valideyn məktəb seçdikdən sonra fikrini dəyişərsə, şəxsi kabinetə daxil olaraq yerləşdirilən sorğunu silib, yenidən məktəb və müəllim seçə bilər. Lakin sorğu məktəb tərəfindən sistemdə təsdiq olunduqdan sonra ləğv edilə bilməz. Burada bütün prosesin insan faktoru olmadan və eyni zamanda çox burada vacib məqamlardan biri həm də zamana qənaət, vaxta qənaət, eyni zamanda elektron qeydiyyat bizə imkan verir ki, tutaq ki, mən nümunə çindirəm, Bakı şəhərində hansısa bir məktəbə valideyn müraciət etmək istəyir və yaxud həmin uşağın qanuni nümayəndəsi müraciət etmək istəyir. O dünyanın istənilən nöqtəsində olmasından asılı olmayaraq o prosesi tamamlaya biləcək. Seçim onlayn şəkildə məktəbə qəbul Edu.az elektron sistemi vasitəsilə aparılacaq. Bütün bu proses sentyabr ayının 12-sinədək davam edəcək. Nilufər Səlim, Vahid Zalov, Çinarə Vaqif, Telesəhər.